Hamınızı salamlayıram. Hamınızı görməyə şadam. Biz artıq neçə həftədir ki, bəxtiyarlıq qaydaları haqqında vəz silsiləsini davam edirəm. Və biz artıq 7 bəxtiyarlıq qaydası haqqında danışdıq. Və bugün isə sonuncu 8-ci qaydaya gəlib çatdıq. Və istəyirəm fəsli əvvəldən oxuyum ki, biz ilk 7 bəxtiyarlıq qaydaları haqqında xatırlayaq. Gəlin oxuyaq birgə. İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri onun yanına gəldi. İsa danışmağa başlayıb onlara öyrədərək dedi: Nə bəxtiyardır ruhən yoxsullar, çünki səmavi padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar, çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər, çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salihlik üçün acıb susayanlar, çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar, çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar, çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülh yaradanlar, çünki onlar Allahın övladları adlanacaq. Mən hər dəfə deyirdim ki, bəxtiyarlıq qaydaları bu qanun deyil ki, insan onları yerinə yetirdikdə qarşısında nəsə qazansın. Əksinə, bunlar imanlı insanın həyatında görünən bəhrələrdir. Yəni, bunlar insanın Allahın övladı olduğunun göstəriciləridir. Və Məsih belə insanları bəxtiyar, yəni həqiqətən xoşbəxt adlandırır. Nəyə görə? Çünki onlara mərhəmət ediləcək. Onlar ruhani xeyir-dualar alacaqlar və əbədi olaraq səmavi padşahlıqda yaşayacaqlar. Onlar əbədi olaraq Allahın hüzurunda olacaqlar. Allahı üz-üzə görəcəklər. Allah onlara təsəlli verəcək. Onlar ruhən doyacaqlar və əbədi olaraq sülhdə yaşayacaqlar. Amin. Bəs buna görə onlar bəxtiyardırlar. Bəs imanlının yer üzündəki həyatı necə olacaq? Məsih bizə həm əbədiyyatda, həm də bu dünyada da çoxlu xeyir-dualar verir. Yəni biz hamımız bunu öz həyatımızda görürük. Amma Məsih imanlılara heç vaxt asan həyat vəd etməyib. Elə yanlış təlimlər var ki, güya insan imanlıdırsa, o mütləq varlı olmalıdır. Həmişə sağlam və güclü olmalıdır. Onun hər şeyi bol olmalıdır. Əslində isə çox vaxt əksinə olur. Və Məsih həmişə xəbərdarlıq edirdi ki, imanlı insanların həyatı asan olmayacaq. Əgər sən imanlısansa və ilk 7 bəxtiyarlıq qaydaları deyilən xüsusiyyətlər sənin həyatında görünürsə, onda səni 8-ci qaydada deyilənlər də gözləyir. Gəlin oxuyaq, davamın nə yazılıb. Nə bəxtiyardır salihlik uğrunda təqib edilənlər. Çünki səmavi padşahlıq onlarındır. İnsanlar mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız. Sevinin və şadlanın. Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Məsih belə insanlara da bəxtiyar adlandırır. Dünya deyir ki, xoşbəxt insan özünə güvənən, hər şeyə sahib olan və özü üçün yaşayan insandır. Amma Məsih deyir ki, həqiqətən xoşbəxt insan öz ruhani yoxsulluğunu anlayan, günahına görə kədərlənən, həlim və mərhəmətli olan insandır. Və imanlı insan bu prinsiplərlə yaşamağa başlayanda qəribə bir vəziyyət yaranır.
Bir tərəfdən o insanları Allahla barışdırmağa çalışır və digər tərəfdən isə insanlar bu təklifi qəbul etməyəndə onlar onu təqib etməyə başlayırlar. Sən sülh yaratmağa çalışırsan, amma əvəzində təqiblə qarşılaşırsan. Ümumiyyətlə, məbədin ilk dövrlərində Məsihin ardınca getməyin bədəli çox insan üçün ölüm idi. Məsihçi olanları çox vaxt daşxalaq edirdilər, ya yandırırdılar, ya vəhşi heyvanların qabağına atırdılar. Ona görə Məsih öz davamçılarına çarmıxını götürüb ardımca gəlin deyəndə məhz bunu nəzərdə tuturdu. Məsih Yahya 15:20-də dedi: Əgər məni təqib etdilərsə, sizi də təqib edəcəklər. Romalılar məsihçilərə qarşı müxtəlif yalan ittihamlar uydururdular. Məsələn, onları adam yeyənlikdə günahlandırırdılar. Çünki Rəbbin süfrəsində Məsihin bədənini yeyib, qanını içdiklərini eşidirdilər. Onları pozğunluqda ittiham edirdilər. Çünki onlar biri-birlərini sevməyə çağırırdılar. Hətta məsihçiləri Roma şəhərini yandırmaqda da ittiham edirdilər. İmanlıları inqilabçı hesab edirdilər. Çünki onlar İsa Məsih Rəbdir və padşahdır deyirdilər. Ümumiyyətlə, tarixi biz oxusaq görərək ki, 1-ci əsrin sonunda Roma imperiyası çox böyümüşdü. Və bu imperiyanın da birliyi saxlamaq çox çətin idi. Çünki hamının fərqli dilləri var idi, hamının fərqli allahları var idi. Yəni, fərqli millətlər bir yerdə yığışmışdı. Və bir ideya lazım idi ki, bütün bu insanları imperiyada birləşdirsin. Və Romalılar düşünürdülər ki, bütün imperiyanı birləşdirən şəxs bu Sezar. Ona görə də onu ilahiləşdirmək istəyirdilər. Və belə bir qanun qoymuşdular ki, hər insan ildə bir dəfə qurban kimi yandırmaq üçün biraz buxur gətirməli idi və sitayiş edib Sezar Allahdır deməli idi. Bunu etdikdən sonra, insan gəlib Sezara sitayiş etdikdən sonra ona libellus adlı bir sertifikat verilir. Ondan sonra həmin adam istədiyi öz allahlarına sitayiş edə bilər. Və bu sənədi alan insan sərbəst işləyə bilərdi, ticarət edə bilərdi, alıb sata bilərdi və sərbəst hərəkət edə bilərdi. Və kitabında da yazılıb ki, xüsusi damğanı, yəni heyvanın adını ya da adını təmsil edən sayı daşımayan heç kəsə alıb satmağa icazə verilməyəcək. Amma məsihçilər Sezara sitayiş etməkdən imtina edirdilər. Onlar deyirdilər ki, yalnız İsa Məsih Rəbdir. Buna görə onlara həmin o libellus sənədi verilmirdi və onları dövlət düşmanı hesab edirdilər. Onların malları əllərindən alınırdı, işdən çıxarılırdılar. Onlar həbs olunurdular və hətta öldürülürdülər. Ümumiyyətlə, məsihçilərə qarşı təqiblər bütün tarix boyu olub. Hətta Sovet İttifaqında da imanlar uzun illər əziyyət çəkiblər. Bunu mənə nənəm də danışmışdı. Başqa ağsaqqal pastorlar da vardı ki, onlar danışırlar, onlar hansı əziyyətlərdən keçiblər həmin vaxtlarda. Amma bugün də bəzi ölkələrdə müjdə etmək qadağandır. Bəzi dövlətlərdə hələ də məsihçilərə imanlarına görə öldürürlər və başlarını kəsirlər. Əlbəttə ki, imanlar həmişə təqibdə yaşamayacaq. Məsih də həmişə təqibdə olmayıb. Həvarilərin də sakit və rahat dövrləri olub. Amma hər həqiqi məsihçi həyatında təqiblə nə vaxtsa qarşılaşacaq. 2 Timotey 3:12-də yazılıb: Məsih İsa'da möminliyə yaraşan bir həyat sürmək istəyənlərin hamısı
təqibə məruz qalacaq. Bu, məsihçi həyatını yaşayan hər insan üçün gözləniləndir. Əslində, əgər biz heç vaxt təqib hiss etməmişiksə, özümüzdən soruşmalıyıq. Doğrudan da biz Allahın iradəsinə görə mi yaşayırıq? Yazılıb ki, bəşərdən doğulan şəxs həmişə ruhən doğulanı təqib edib. Tarixi boyu bütün salih insanlar təqib olunublar. Və bu elə əvvəldən belə. Hər şey artıq yaradılış kitabında başlayır. Salih olan Habil öz qardaşı Qabil tərəfindən öldürüldü. Çünki Qabil onun salih həyatına baxa bilmir. Və kimsə soruşur ki, və bununla Allaha ittiham edir ki, bəs Allah öz balalarını qoruya bilmir. Allah əlbəttə ki, öz övladlarını bütün əzablardan qoruya bilər və qoruyur da. Amma Allahın təqiblərə icazə verməsində öz məqsədləri var. 1. Petr 1:7-də yazılıb: Belə ki, imanınızın sınaqdan keçməsi İsa Məsihin zuhurunda sizə tərif, izzət və şərəf gətirsin. Bu, imanınız odla təmizlənsə belə fani qızıldan daha çox dəyərlidir. Qızıl odda təmizləndiyi kimi iman da sınaqla möhkəmlənir. Sınaqlar bizdə səbir yaradır və bizi ruhən yetişdirir və kamil edir. Siz əgər Allahın övladları bu dünyada tam rahat yaşasaydılar, onda onların ürəkləri bu dünyaya bağlanardı. Amma təqiblər imanlının gözlərini Allaha tərəf və səmavi padşahlığa tərəf qaldırır. Əlbəttə ki, biz özümüzə təqib axtarmalı deyilik. Sadəcə Məsihə sədaqətli olduğumuza görə gələn təqiblərə də biz hazır olmalıyıq. Bu aydındır, amma maraqlıdır ki, dünya niyə məsihçilərə belə münasibət göstərir? Biz neynəmişik axı? Əsas səbəb ruhanidir. Yahya 15:19-da Məsih dedi: Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz. Mən sizi dünyadan seçdim. Buna görə dünya sizə nifrət edir. İnsan günah içində yaşayanda Allahın nuru onu narahat edir. İşıq qaranlığı narahat etdiyi kimi salih həyat da günahkar insanı narahat edir. Buna görə Məsih dedi: Pislik edən hər kəs nura nifrət edər. Əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Salih həyat hətta heç nə deməsə də belə sadəcə varlığı ilə pisliyi üzə çıxarır. Və insan günahlarının üzə çıxmasını istəmir. Məsih dedi: Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl mənə nifrət edib. Yəni, dünya sizə pis iş gördüyünüz üçün deyil, Məsihin adı uğrunda təqib edir. Çünki onlar Allahı tanımırlar. Və əgər Məsihə, yəni ən mehriban və sülhsevər şəxsə bəzi insanlar nifrət edirdisə, bunda biz nə gözləməliyik? Və biz də özümüzə qarşı eynisini gözləməliyik. Əslində sizə deyim, təqiblərdən qaçmaq çox asandır. Deyim necə? Sadəcə dünya kimi yaşamaq lazım. Dünyanın standartlarını qəbul etmək lazım. Və müjdə haqqında danışmaq lazım deyil, qəti. İnsanlara günahkar olduqlarını deməsən,
onlara Məsih haqqında və xilas haqqında danışmasan, sənə əmin edirəm ki, sən heç vaxt heç bir təqib görməyəcəksən və əmin ola bilərsən. Amma vacib bir şey var. Məsih xəbərdarlıq edir ki, kim məndən və mənim sözlərimdən utanarsa, Bəşər oğlu da o adamdan utanacaq. Bəs Məsihin uğrunda biz nələrlə qarşılaşa bilərik? Biz fiziki təqiblər görə bilərik. Və bu təqiblərlə demək olar ki, bütün peyğəmbərlər qarşılaşıblar. Yeremiya peyğəmbəri döyürdülər. Keçən dəfə onun haqqından bir kinoya baxırdım. Yazığın həyatın yarısı gah döyürdülər, gah zindana atırdılar. Yəni adamın həyatı belə keçib. Zəkərya peyğəmbər daşxalaq edir. Yeşaya peyğəmbəri isə tarixə görə ortadan mişarla kəsdilər. Həvarilərin demək olar ki, hamısı öldürüldü. Bircə Yahya öz ölümü ilə adada sürgündə öldü. Peteri baş aşağı çarmıxa çəkildi. Andrey də çarmıxda öldürüldü. Pavelin Romada başını kəsdilər. Varfolomeyn isə dərisini ilə burada Bakıda soydular. Bəs başqa nə gözləyir imanını? Burada yazılıb ki, imanları təhqir edəcəklər. Təhqir etmək, yəni insanın üzünə alçaldıcı və pis sözlər deməkdir. Hətta Məsihə əzab verəndə və o çarmıxda asıldığında onu təhqir edirdilər. Ona görə eynisini məsihçilərlə baş verdikdə təəccüblənmək lazım deyil. Başqa nələr ola bilər? Məsihçilər yalan və böhtanla da qarşılaşacaqlar. Məsihi və məsihçiləri qaralamaq üçün dünya insanları həmişə yalan və böhtan danışırlar. Salih insana həmişə böhtan atılır, çünki əsl həyatı tərifə layiqdir. Yəni, əslini gizlətmək üçün yalan danışılır. Yazılsa Yusif Patifarın arvadı ilə günah etməkdən imtina edəndə qadın ona böhtan atdı ki, güya o onu yoldan çıxarmaq istəyir. Və belə yalan və böhtan görəndə adam bəzən pis olur. Amma kəlam bu halda bizi qorxmamağa və vicdanımızı təmiz saxlamağa çağırır. Paul öz əzablarını belə sadalayırdı. Həbsə düşməyim daha çoxdur. Döyülməyimin sayı hesabı yoxdur. Dəfələrlə ölümlə üz-üzə gəlmişəm. 5 dəfə yahudilər 39 qırmanc yemişəm. 3 dəfə dəyənəklə döyülmüşəm. 1 dəfə məni daşxalaq etdilər. 3 dəfə gəmi qəzasına düşdüm və bir gün gecə-gündüz uçsuz bucaqsız dənizdə qaldım. Zəhmət və əmək çəkdim. Dəfələrlə yuxusuz qaldım. Aclıq, susuzluğun dadını gördüm. Çox vaxt yemək, soyuqda paltar tapmadı. Amma o bütün bunları qəbul edirdi. Çünki bilirdi ki, onun böyük mükafatı var. Və Paul həvarilər haqqında da belə deyirdi. Bu vaxta dək biz ac, susuz və cındır içində idik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur. Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk. Təqib olunanda dözürük. Təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq. Təsəvvür edirsiniz, həvarilərin həyatları belə olur. Bəs biz də eyni şəraitdə indi xidmət edirik. Biz də belə əziyyətlər çəkirik. Biz də belə mi təqib olunuruq?
İndi bəzən olur ki, kimsə yüngül təqiblə, ya sınaqla, ya çətinliklə qarşılaşanda başlayır Allaha şikayət eləməyə, artıq xidmət eləmək istəmir və hətta Allahdan inciyir. Bəs əslində təqiblər olduğunda biz nə etməliyik? Rəbb deyir ki, sevinin və şadlanın. Kim üçünsə bu qəribə səslənə bilər ki, necə yəni təqibdə və sınaqda sevinib və şadlanmaq olar. Amma Rəbb bu insanları bəxtiyar və yəni xoşbəxt adlandırır. Niyə? Çünki səmavi padşahlıq onlarındır. Yəni bundan artıq bəxtiyarlıq, yəni xoşbəxtlik ola bilərmi? Əbədi səmavi padşahlıq vədi bu bütün xeyir-dualardan ən böyüyüdür. Əbədi olaraq Allahın huzurunda olmaq. Bundan daha böyük xoşbəxtlik ola bilməz. Buna görə də biz sevinib və şadlanmalıyıq. Dünya bizim malımızı və azadlığımızı ala bilər. Amma əbədi həyatımızı ala bilməz. Əgər bu dünyada hər şeyini itirsəniz də, Allahın əbədiyyatda sizə verəcəyini heç kim toxuna bilməz. Və bilin ki, göylərdəki mükafatımız böyükdür. Pavel həyatının sonunda belə deyir. Mən yaxşı mübarizə aparmışam. Yolumu sona çatdırdım. İmanı saxladım. İndi salihlik tacı mənim üçün hazır durur. Ədalətli hakim olan Rəbb qiyamət günü onu mənə, yalnız mənə deyil, onun huzuruna, can ataların hamısına verəcək. Amin. Və bu bizim də ümidimiz və imanımızdır. Və səmavi padşahlığın xeyir duaları həm əbədiyyatda, həm də bugün şanda aiddir. Davud deyirdi, ölüm kölgəsinin dərəsindən gəzsəm belə şərdən qorxmaram. Çünki sən mənimləsən. Allah bəzən icazə verir ki, biz ölüm kölgəsinin dərəsindən keçək. Amma o həmişə bizimlədir. Yazılıb ki, salihlər fəryad çəkəndə Rəbb eşidir. Rəbb həmişə öz övladlarını eşidir. Bəzən biz bunu başa düşməsək. Və 1-ci Korinfillər 10-13-də yazılıb. Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və o sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz. Yəni Allah insana gücündən artıq sınağa çəkilməyə qoymur. Və həmin sınaqdan keçmək üçün güc də verir. Mən inanıram ki, Allah güclü sınaqları ancaq ruhən güclü insanların qarşılaşmasına icazə verir. Və belə bir şey qeyd etmək istirdim. İnsan Məsih uğrunda əziyyət çəkib ona sadiq qalanda bu dünya üçün də çox güclü şahidlik olur. Amma elə də olur ki, imansızlar bəzi imanlıların rahat, firavan və dəbdəbəli həyatını görəndə deyirlər ki, elə bunlar pula görə xristiyan olurlar da, belə imanlı olmağa nə var ki? Amma eynisini şeytan da Allaha deyirdi Əyyub haqqında. Deyirdi ki, sən ona deyir, hər şey vermirsən də, əlbəttə ki, sənə sadiq qalacaq. Amma onun əlindən hər şey alınsa, gör nətər sənə lənət edəcək. Və Əyyubun əlindən var dövləti, ailəsi və hətta sağlamlığı da alındı. Amma o yenə də Allaha sadiq qaldı. Və bu çox böyük bir şahidlikdir.
Eləcə də məsihçi imanına görə işini itirəndə, təhqir olunanda, təhlükə altında olanda, amma yenə də Məsihdən imtina etməyəndə, onda dünya görür ki, Məsih onun üçün həqiqətən qiymətlidir. Məbəd tarixi göstərir ki, imanların tökülən qanı çox vaxt müjdənin yayılması üçün səbəb olur. Bəzi dinlər qılıncla, müharibə və zorakılıqla yayılır. Amma məsihçilik sadə və dinc insanlar vasitəsilə yayılır. Onların heç bir üstünlüyü və haqları olmayıb. Əksinə, onları imanlarına görə öldürürdülər və işgəncə verib təhqir edirdilər. Amma onlar Məsihdən dönmədilər və hətta ölümə belə getdilər. Və bu elə bir arqumentdir ki, qarşısında heç kim və heç nə deyə bilmir. Bu elə bir möcüzədir ki, hətta məsihçiliyin düşmanlarını da belə heyrətləndirir. Və sonda sizə şad xəbərim var. Təqiblər əbədi deyil. Kəlam Allahın övladlarının əzabı ilə bitmir. O, Allahın padşahlığı ilə bitir. Kəlamın son kitabı Vəhy 21:4-də yazılıb. Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi. Bəxtiyarlıq qaydaları bizim gözlərimizi səmavi padşahlığa qaldırır. Bəli, indi göz yaşı var, mübarizə var, təqiblər var, çətinliklər var. Amma qarşıda təsəlli var. Əbədi sevinç var. Əbədi həyat var. Allahın huzuru var. Əbədi sülh var. Əbədi Allahın padşahlığı var. Məhz buna görə Məsih salihlik uğrunda təqib olunanları bəxtiyar adlandırır. Amin.